Təsvirlənən etik davranış qaydaları. Dərsimiz budur. Burada biz çox şeydən danışa bilərik, amma çox şeydən danışmayacağıq. Niyə? Çünki imtahana düşmür. Deyək ki, bundan bir dənə sual düşür və burada olan digər hissələr imtahana düşmür. Təsvirlənən etik davranış prinsipləri düşə bilər. Amma yerdə qalınan digər müddəalar heç hansı düşmür. Ona görə də onlardan uzun-uzadı danışmırıq. Ümumi müddəalar var. Burada ümumi deyir ki, təhsil verənlər etik davranış qaydaları, yəni prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir bu qaydalar. Qaydalar haqqında çox şey var. Qaydalar deyir, bütün növ təhsil müəssisəsində çalışan təhsil verənlərə aid. Bir dənə ümumi olaraq göstərim, sonra tam olaraq nədən danışacağımızı sizə deyim. Buranı uzun-uzadı oxumuram. Biz öyrənəcəyik bu günləri buranı. Təhsil verənlərin etik davranış prinsiplərini. Bundan əlavə isə siz oxuya bilərsiniz, burada da oxumalısınız hansı hissələri. Təhsil verənlərin xidməti davranışı hissəsini, yəni soruşmayacağım sual-cavab olaraq. Sonra bu hissəni və bu hissəni. Oxumalısınız əslində, amma mən soruşacağım hissə və imtahana düşən əsas hissə olur hansı? Təhsil verənlərin etik davranış prinsipləri. Gəldik indi ondan danışmağa. İlk olaraq birincidən başlayaq. Birinci nədir? Birinci qanunçuluqdur. Qanunçuluqda nə deyir? Təhsil verən əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər hüquqi və normativ xarakterli aktların tələblərinə əməl eləməlidir. Qısacası desək, qanuna əməl eləməlidir. Yəni, bunun ən sadə versiyası qanuna əməl eləməkdir. Və bununla bağlı hər hansı sitasiya tipli bir tapşırıq görmürsünüz. Sadəcə olaraq qanuna əməl eləmək, Konstitusiyanın qoyduğu, ondan sonra Respublikanın qanunlarına, Respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qanunlarına və yaxud da digər qanunlara. Məsələn, Əmək Məcəlləsinin qoyduğu qanunlara əməl eləmək, qanunçuluq prinsipinə əməl eləməyiz deməkdir. Məsələn, Əmək Məcəlləsində hər hansı bir qanunlar varsa, indi onları sadalamağa ehtiyac yoxdur. Sadəcə olaraq mənasını başa salmağa çalışıram. Oturub onun hamısını bir-bir sadalaşırsaq, 2 gün danışaq. Qanunçuluqda əsas olaraq qanunlara riayət eləməkdən danışılır. Başqa heç nə. Məsələn, Əmək Məcəlləsinin qanunu nədir? Məsələn, qanun odur ki, siz dərsə vaxtında getməlisiniz. Və yaxud da deyək ki, dərsdə iştirak eləmirsinizsə, bir müəllim olaraq sizin maaşınız tutulur. Qanunlara əməl olunur. Yəni, ümumi verilən qanunlara əməl eləməlisiniz. Bu qədər sadə. Olur nə? Bu olur qanunçuluq. Yəni, bunun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Gəldik ikinciyə. İkinci etik davranış prinsipi hansıdır? Vicdanlı davranışdır. Deyir, təhsil verən cəmiyyət və dövlətin maraqlarına naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur və təhsil verən hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Deməli, baxın, burada sitasiya tipli tapşırıqlar görə bilərik. Ona görə də bunu izah edək. Deyir ki, adam nə etməlidir? Dövlətin marağını və cəmiyyətin marağını nəzərə almalaraq keyfiyyətli dərs keçməlidir. Məsələn, mən dərsə girirəm, dərsi yola verirəm, keyfiyyətli keçmirəm. Ümumiyyətlə, yəni dərsdə çox vaxt içində yol verirəm. Uşaqlarla söhbət edirəm, başqa digər məsələlərlə bağlı. Dərsi keçmirəm, yerinə yetirmirəm dərsi. Nə etmiş oluram? Vicdanlı davranmamış oluram. Çünki mən öz dərsimi keyfiyyətli yerinə yetirməliydim, amma öz dərsimi keyfiyyətlə yerinə yetirmədim də, yola verdim bir sözlə, belə deyək. Və yaxud da ki, vicdanlıq nümunəsi göstərməliydim, amma vicdanlı davranmadım. Yəni ki, sinifdə hər hansısa bir uşaq özündən gedir. Mənim başıma gələn hadisədir bu yaxınlarda. Uşaq özündən getdi, məsəl üçün. Mən qaçdım sıralı uşağın yanına, uşağı biraz özünə gətirdim, ayıltdım. Mən belə davranmaya bilərdim. Deyərdim ki, qaçın, məsələn, kənardan kimsə çağırın, gəlsin uşağa baxsın. Yox, mən əlimi vura bilmərəm. Uşağa deyərdim, gözləyin, heç kim yaxınlaşmasın falan. Yəni, vicdanlı davranmasaydım da, belə deyək. Vicdanlı bir insan kimi davranmasaydım, vicdanlı davranış, etik davranış prinsipini pozmuş olardım. Amma sən vicdanlı davranırsansa, uşaqlara vicdanlıq nümunəsi olursansa, uşaqları, məsəl üçün, deyək ki, yaşlılara hörmət eləməyə çalışır, deyək ki, yaşlı keçir, məktəbin həyətində qarşısından da kimsə keçir və sən ona kömək edirsən, hər hansı bir yaşlıya. Uşaqlar səni görür və səni nümunə olaraq özlərinə qəbul edə bilirlər ki, bu adam necə davrandı, vicdanlı davrandı. Yəni, sən davranış olaraq vicdanlı davranırsansa, vicdanlı davranış etik prinsipinə əməl eləmiş olursan. Yəni, vicdan hamı üçün bir cür anlayışda açığı, yəni, hərə vicdanı biraz fərqli-fərqli qəbul edə bilər, amma yəni, yaxşı davranmaq, yaxşı insan kimi davranmaq, kiməsə hissiyatlı davranmaq vicdanlı davranış sayılır və bunu eləyəndə də sən vicdanlı davranış etik prinsipinə əməl eləmiş olursan. Belə, işini keyfiyyətlə yerinə yetirmək və başqalarına qarşı vicdanlı davranmaq. Bu olur nə? Vicdanlı davranış. Sən birinci olaraq vicdanlı davranmalısan ki, şagirdlər də səndən bir nümunə götürsünlər, müəllim olaraq. Gəldik loyallığa. Loyallıq nədir? Deyir, təhsil verən vəzifəsinə aid olmadığı hallarda
işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla bunu izah edəcəm. Tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsini çəkinməlidir. Deyək ki, müəllimik, işləyirik və vəzifəmə aid deyil mənim, məsəl üçün deyək ki, Təhsil Nazirliyinin kitabları haqqında bizə məktəbdə kitablar gəlir də. Onun haqqında nəsə bir fikir bildirmək. Amma mən başlayıram ki, bu kitab lazımsızdır, bunu niyə belə buraxıblar, bu kitablar heç dərslərə uyğun, şagirdlərin yaş səviyyəsinə uyğun deyil. Belə başlayıram Nazirlik haqqında əsassız və qanunsuz formada fikirlər bildirməyə. Və yaxud da Təhsil Nazirliyi haqqında məsəl üçün nəsə bir fikir bildirirəm və yaxud da digər bir məktəb haqqında nəsə bir fikir bildirirəm. Tənqidi fikir eləyirəm, amma bu əsassızdır. Heç bir əsası yoxdur mən bu bildirdiyim fikirlərin. Bu zaman nə etmiş oluram? Mən loyallıq etik davranış prinsipini pozmuş oluram. Bu hər hansı bir dövlət idarəsi orqanı da ola bilər və yaxud da digər bir məktəb də ola bilər. Hər hansısa bir hüquqi şəxslər də ola bilər ki, mən bunlar haqqında qanunsuz fəaliyyəti təsdiqlənmədən onların haqqında hər hansı bir fikir bildirirəmsə, deməli mən nə edirəm? Loyallığı pozmuş olurum. Məsələn, deyək ki, məktəb direktoru haqqında danışıram ki, məktəb direktoru rüşvət alırdı, nə edirdi, amma bunun heç bir qanuni əsası yoxdur. Həmin adam rüşvət aldığı təsdiqlənməyib, sadəcə mən özümdən danışıram. Nə etmiş oluram? Loyallığı pozmuş oluram. Əgər qanunsuz formada onun nəsə elədiyi, deyək ki, direktorun rüşvət aldığı təsdiqlənsəydi və bu qanun qarşısında cavab versəydi direktor, həmin onda onunla bağlı bir fikir bildirə bilərdim ən azından. Amma yoxsa qanunsuz nəsə bir elədiyi təsdiqi yoxdursa, mən onunla bağlı çıxış eləməli deyiləm. Bu loyallığın birincisi. Hətta birinci hissəsi. Gəldik ikinci hissəsinə. Deyir, təhsil verən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl eləməlidir. Deyək ki, mən mediada şəxsi hesabım var və yaxud da ki, belə deyək də, hamıyaçı olan hesabım var sosial şəbəkədə. Mən başlayıram, nə edirəm? Məsələn, qoyulan qaydalara, müəllim kimi davranmalı olduğum şeyləri nəzərə almıram. Başlayıram müxtəlif, deyək ki, paylaşımlar eləyirəm. Belə deyək də, hər hansısa bir, deyək ki, dövlət idarəsi ilə falan bağlı paylaşım eləyirəm və yaxud da digər bir şəxslə bağlı paylaşım eləyirəm və müxtəlif fərqli çıxışlar eləyirəm, qaydalara uyğun olmayan çıxışlar eləyirəm. Bunu mən nə edirəm? Paylaşıram. Bu zaman həmin hansı prinsipi pozmuş oluram yenə də? Bu zaman mən loyallıq prinsipini pozmuş oluram. Yəni bu da belə. Sadə bir şeydir, çətin deyil. Gəldik dördüncü olan mənəvi davranışa. Sonra təhsil verən deyir, təhsil prosesinin iştirakçıları ilə davranışda nəzakətli və təmkinli olmalıdır. Yəni, bu bildiyimiz davranış qaydalarıyla bağlı bir şeydir ki, biz hamı ilə ümumiyyətlə fərqi yoxdur, hər kəsdən nəzakətli və təmkinli davranmalıyıq. Sonra, xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir. Deyək ki, müəllim yoldaşımızdır, bizim dərsimizdə deyək ki, gəlir dinləyir və dərsi dinləyən zaman ya zabit ola bilər və yaxud da direktor ola bilər. Bizə hər hansı dərslə bağlı elədiyimiz səhvlərlə bağlı iradlar bildirir. Və biz bu iradları qəbul eləməliyik. Əgər tənqidi bir yanaşma varsa, həqiqətən də əsaslandırılmış bir yanaşma varsa, bunu qəbul eləməliyik və düzəltməyə çalışmalıyıq, düzəltməliyik. Bu zaman biz nə etmiş oluruq? Mədəni davranış etik prinsipinə əməl eləmiş oluruq. Aydındır? Tənqidi fikirləri nəzərə almaq, onları düzəltmək və qiymətləndirmək. Sonra, təhsil verənlərin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam qaydalarına uyğun olmalıdır. Yəni, bunu uzatmaya ehtiyac yoxdur. Yəni, görkəm və geyim müəllim formasında olmalıdır. Qısacası desək bu qədər. Yəni, daxili nizam qaydalarına əməl eləməyi, eləyəcək formada, düzgün formada müəllim kimi geyinməlisən. Əgər müəllim kimi geyinmirsənsə, nə bilim, toyda onda məktəbə gəlirsənsə və toy paltarında məktəbə gedirsənsə, mədəni davranışı pozmaq deməkdir. Sonra, gəldik qərəzsizliyə. Deyir, təhsil verənlərin vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dini münasibətinə, əqidəsinə, ictimai və yaxud da siyasi mənsubiyyətinə görə dərsanlara və təhsil müəssisəsinin digər iştirakçılarına fərq qoymamalıdır. Qısacası desək, şəxsin hər hansısa bir fərqliliyinə görə ona fərq qoymamalısan. Bax, hər hansısa bir fərqliliyinə görə fərq qoymamalısan. Yəni, qərəzsiz davranmamalısan. Necədir bu? Məsələn, deyək ki, adam fərqli bir etnik mənsubiyyətə aiddir və yaxud da fərqli bir irqə aiddir və yaxud da fərqli bir xalqın nümayəndəsidir və yaxud da deyək ki, hər hansısa bir digər əqidəyə malikdir və yaxud da hər hansı bir siyasi baxışa malikdir, fərqli siyasi baxışa malikdir. Sən buna görə şagirdə fərq qoyursan və belə deyək də, ona fərqli davranırsan digərlərindən. Aşağılayırsanmı deyək və yaxud da pis davranırsanmı deyək. Bu formada şagirdə qarşı münasibətin pis olur, bir müəllim olaraq. Sən bu zaman qərəzsizlik prinsipini pozmuş olursan. Aydındır?
Sadə cümlələr deyilə çətin deyil. Yəni ona görə də ümumi danışmağa çalışıram. Hər birinə konkret situasiyalar vermirəm ki, yəni bu belə, bu belə. Yəni çünki lazım deyil. Yəni çalışdığım qədər ümumi danışıram ki, tam olaraq ümumi başa düşə biləsiniz. Sonra ikinci bənd nə deyir? Təsvirlərin özünü və yaxud da maraqlı şəxslərin mənafelerini, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Nə deyir bu? Deyək ki, məsəl üçün deyək də, təhsil şöbəsinin müdiri sizin dərsdiyiniz sinifdə işləyir. Siz belə deyək də, özünüzü o müəllim, təhsil şöbəsi müdirinə yaxşı göstərmək üçün onun uşağına yuxarı qiymət verirsiniz, şişirdilmiş qiymət verirsiniz. Ona daimi olaraq belə deyək də, güya yaxşı nəticələr toplayıb deyə məktublar göndərirsiniz, yaxşı nəticə topladığlarla bağlı. Məsəl üçün belə deyək də, qısacası desək, yəni kiməsə nəzərə alaraq uşağa fərq qoyuruq. Belə deyək, kiməsə gözünə yaxşı görsənməkdən ötürü. Bunu eləyiriksə, qərəzsizlik prinsipini pozmuş oluruq. Etik davranış prinsipini pozmuş oluruq. Yəni bu qədər sadə. Gəldik ictimai etimada. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəf və ləyaqətini uzaq tutmağa borcludur. Yəni biz ictimaiyyətdə ən belə deyək gözdə olan şəxslərik müəllim olaraq. Və müəllim olaraq ən gözdə olan şəxsi isə biz öz adımızı da, şərəf ləyaqətimizi də həmişə uzaq tutmağa borcluyuq. Ki, yəni nüfuzumuz yüksək olsun ki, hər hansı bir ictimai qınaq bizi tuş gəlməsin. Əgər bir müəllim olaraq nüfuzumuz aşağıdırsa, öz şərəf və ləyaqətimizə hörmət eləmiriksə, yəni bu zaman belə deyək, ictimai qınaq olaraq müəllimlərin hər biri danlanır, hər birinin ictimai qınaq olunur. Amma biz çalışdığımız qədər bu şərəfi və ləyaqəti, öz adımızı yüksək tutmalıyıq. Buna əlavə, ikinci bənddə nə deyir? Etik davranış qaydalarının onun tərəfindən pozulmuş nəticələrini aradan qaldırmaqda və ictimai etimadın bərpa edilməsi üçün tədbirlər görməlidir. Məsələn, nə edir bu müəllim? Deyək ki, hər hansı bir şagirddir, müəllimin anasına münaqişə yaranır və müəllim şagirdlərin arasındakı münaqişə böyüyür və ictimailəşir. Bu zaman əgər müəllimdə deyək ki, hər hansı bir belə deyək də, ictimai etimadın bərpasını yerinə yetirməkdən ötürü əgər etik davranış qaydasını pozubsa, buna görə çıxıb deyək ki, üzr istəməlidirmi və yaxud da hər hansı bir səhvini boynuna mı almalıdır? Bu da ki, şagirdlə məsələdə söhbət getmir. Ümumi olaraq təhsil verənin hər hansı bir etik davranış pozuntusuna yol verirsə, yuxarıda göstərdiklərimizdən hər hansısa birini pozursa, məsələn, qərəzsizlik eləyirsə və yaxud da mədəni davranış prinsipini pozursa və yaxud da qanunçuluq prinsipini pozursa, bu kimi prinsipləri pozursa, ictimai etimadın bərpası üçün çıxıb bunu belə deyək də, üzr istəməlidim deyək, yenidən eləyəməyəcəyini bir belə deyək də, təminatını verməliyəm deyək ki, yəni bərpası üçün çalışmalıdır. Elədiyi şeylərin, səhvlərin bərpasına çalışmalıdır. Bu zaman olur nə? Olur ictimai etimadı qorumuş olur müəllim. İkinci bəndə baxaq. Deyir, çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və yaxud da qaydaya doğru məlumatlar almasına köməklik göstərməlidir. Hər hansısa çalışdığı təhsil müəssisəsi var müəllimin, orada media subyektləri gəlir və düzgün belə deyək də, qanunvericiliyə uyğun qaydada ondan intervyu almaq istəyirlər və bu zaman müəllim nə etməlidir? Həmin düzgün, doğru, dürüst məlumatları çatdırmalıdır nəyə? Kütləvi informasiya vasitələrinə, yəni bildirməlidir media subyektlərinə, kütləvi informasiya vasitələrinə həmin düzgün məlumatları düzgün formada çatdırmalıdır. Bu da ictimai etimad prinsipinin qorunmağı deməkdir. Deyək ki, məktəbdə hər hansı bir hadisə baş verib, bu hadisə ilə bağlı sizdən doğru, düzgün formada danışmağınızı istəyirlər ki, yəni məsələ necə baş veribsə, onu doğru olaraq, düzgün olaraq vurğulayın və siz başlayırsınız belə deyək də, doğru olaraq, düzgün olaraq həmin məsələnin necə olduğunu vurğulamağa. Bu zaman ictimai etimad prinsipinə əməl eləmiş olursunuz. Bu da 6-cı. İctimai etimad. Gəldik 7-ciyə, ən sonuncuya. Deyir, insanların hüquq və azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Qısalaşdırsaq, insan hüquqlarına hörmət, azadlıqlarına hörmət, yəni insanlara hörmət. Ümumi olaraq belə qısalaşdıra bilərsiniz. Yəni, hansı adı istəyirsiniz deyin. Ümumiyyətlə, qısalaşdırıb insanlara hörmət, insan hüquqlarına hörmət kimi qısalaşdıra da bilərsiniz. İnsan hüquqlarına hörmət kimi qısalaşdırsanız, daha rahat olar sizin üçün adını. Yəni, bu qədər uzun ad çəkməyə ehtiyac yoxdur. Çünki mən bu qədər uzun ad çəkmirəm izah eləyəndə də, nə də belə sizdən soruşanda da. Gəldik izahına. Nə deyir? Təhsil verən, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərar qəbul etməməli və yaxud da hərəkətlərə və yaxud da hər hansı bir hərəkətsizliyə yol verməməlidir. Biz nə etməliyik? Şagird onun hüquqlarını qorumalıyıq, azadlıqlarını qorumalıyıq, qanuni maraqlarını qorumalıyıq, onun şərəf və ləyaqətinə alçatmamalıyıq, onun işgüzar nüfuzunu ləkələməməliyik. Yəni, şagirdin işgüzar nüfuzunu və yaxud da digərlərinin, ümumi olaraq insanlardan söhbət gedir burada. İnsanlarla bağlı nüfuzu alçatmamalıyıq, maraqlarını, qanuni maraqlarından söhbət gedir. Azadlıqlarına toxunmamalıyıq. Və yaxud da ki, məsələn deyək ki, hər hansı bir insana hüquqi olaraq bir kömək lazımdırsa, biz o, məsələn, bu hərəkətsizliyi necə başlayalım sizə? Deyək ki, məhkəmədir. Məhkəmədə sizin şahid olmağınız
bütün məsələləri həll edə bilər. Amma siz o şahidlikdən qaçırsınız ki, yox, mən orada şahid ola bilmərəm. Həmin insanın hüquqları sizin orada şahid olmadığınıza görə tapdanır və o insana belə deyək ki, cərimə verirlər, işmi kəsirlər, hər hansısa bir deyək ki, məsuliyyətə cəlb olunur. Amma siz gedib insanın hüquqlarını, yəni düzgün danışsaydınız, həmin insanın hüquqlarına görə düzgün fikirlərinizi bildirsəydiniz, yəni hərəkətsizliyə yol verməsəydiniz, onun hüquqlarını, azadlıqlarını belə deyək də, tərəfdarına çıxacaq bir kömək eləsəydiniz ona, bu zaman nə etmiş olardınız? Düzgün hərəkət eləmiş olardınız. Amma hərəkətsizliyə yol verirsinizsə, bu zaman həmin adama iş kəsirlər və ya da cərimə ödətdirirlər. Hər nəysə, yəni belə dediyimiz variantda o adamı belə deyək də, hüquqlarına hörmət eləməmiş olursunuz, azadlıqlarına hörmət eləməmiş olursunuz. Pozmuş olursunuz. Bu belə, birinci hissəsi. Gəldik ikinci hissəsinə. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilçilərin, onların valideynləri və digər qanun nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Deyək ki, şagirddir, ailəsində problemlər var və siz bu problemləri bilirsiniz. Problemləri bilirsinizsə və bunu qorumalısınız özünüzdə. Heç kimə danışmamalısınız. Çünki o insanın hüquqları var və onun şərəf və ləyaqəti var. Siz onu kiməsə danışmağınız həmin insanın hüquqlarına da, şərəf və ləyaqətinə də toxunmağınız deməkdir. Siz o insanın haqqında olan məlumatları, şəxsi məlumatları özünüzdə saxlamalısınız. Başqalarına bildirməməlisiniz. Əgər bildirirsinizsə, onun şəxsi məlumatlarını digər insanlara yayırsınızsa, hüquqlarına hörmət eləməmiş olursunuz və 7-ci prinsipi pozursunuz. Sonra 3-cü bəndə baxaq. Deyək, təhsil verən vəzifəsinin icrası ilə bağlı olan, ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafəsi üçün istifadə eləməməlidir. Deyək ki, vəzifəli bir şəxssiz təhsil müəssisəsində və yaxud da lap elə müəllimsiz, vəzifənizlə bağlı müxtəlif məlumatlar var sizdə, müxtəlif ümumiyyətlə məxfi məlumat deməyək, yəni sadəcə belə deyək, sənədlərdə olan məlumatlar var, ümumi heç kim bilməli olduğu və deyək ki, məlumatlar varsa, siz lap müəllim işləmirsiniz, deyək, direktorsiniz və yaxud zabit işləyirsiniz də. Hər hansısa sənədlərdə məlumatlar var və siz onları bildirməməlisiniz də. Cəmiyyət, ictimaiyyət bunu bilməməlidir. Amma siz bunu başqalarına yayırsınız. Yəni ümumi olaraq desək ki, gizliliyi pozursunuz. Burada hər ikisində, həm bunda, həm bunda gizliliyi pozursunuz. Həm şəxslərlə bağlı, həm işinizlə bağlı şəxsi belə deyək də, məxfi tutmalığınız məlumatları kimlərləsə paylaşırsınızsa, bundan nə etmiş olursunuz? 7-ci prinsipi pozursunuz. 7-ci prinsip nə idi? İnsan hüquqlarına, azadlıqlarına, ümumi olaraq insanların belə deyək, şərəf və ləyaqətinə hörmət. Bu da 7-ci prinsip. Belə, mənim bu günlər sizə danışacağım hissə bu 7 dənə prinsipdən ibarətdir. Yerdə qalanları oxusaz da olar, oxumasaz da olar, amma bir dəfə ən azından oxuyun ki, məlumatların nə olduğundan xəbəriniz olsun. Amma belə, yəni mən soruşacağım sizdən əsas hissə bu 7 dənə təhsil verənlərin etik davranış prinsipləridir. Yerdə qalanı siz soruşmayacaqsınız. Burada təhsil verənlərin xidmətə davranışı, yəni xidmət edən zaman necə davranmaq lazımdır, onu göstərir. Sonra digər hissədə təhsil verənlərin xidməti fəaliyyətindən kənar davranış, yəni məktəbdən kənar necə davranmalıdırlar, necə bir insan olmalıdırlar və etik davranış qaydalarının riayət olunmasının təmin edilməsi. Yəni kimlər bunu təmin eləyir, necə təmin olunmalıdır, bunun kimi məsələlər bildirilir burada. Amma yenə deyirəm, vacib deyil. Əsas olan 7 dənə prinsipi bilsəz, demək olar ki, bu dərsi tam olaraq mənimsəmiş olasınız. Belə.